kainata baxsaq, yaradılış sisteminin hər bir yerində bəlli bir alqoritm görərik. Hər bir sistemin hər bir hissəsində bir nizam, bir qanuna uyğunluq görürsən. Zaten bunlar olmasaydı, təcrübi elmlərin mövcudiyyəti mənasız olardı. Yaxşı, sistemdə əgər mükəmməllik varsa, onda yaradılış iyerarxiyasında ən yüksəkdə duran şuurlu varlıq olan insanın həyatı tam irrasional ola bilməz. İrrasionallıq mən anlamadığım sistemdir. Ancaq bu irrasionallığın üzərində durduğu bir rasionallıq mütləq olaraq var. Və bu rasionallığı ola bilsin ki, sən başa düşmürsən. Və sənin üçün, Abdullah oğlu üçün milyardlarla doğuş ehtimalları arasında Abdullah oğlu təkamülünə ən ideal olan şəraitdə dünyaya gəlir. Ən ideal olan məkanda bu yaranır. Və əgər Abdullah oğlu mövcud şəraitdə uğur qazanmasa, o həyatının heç bir sahəsində onun üçün təsəvvür olunan heç bir ehtimallarda bu insan uğur qazana bilməyəcək. Robert Frank adlı iqtisadiyyat professoru var. Uşaqlıqdan övladlığa verilir və öz zəhməti ilə adam gəlir, həm var-dövlət sahibi olur, həm də dünyada öz sahəsində çox tanınmış şəxslərdən birinə çevrilir. Bir gün bu qərara gəlir ki, öz həqiqi valideynlərini axtarıb tapsın. Və araşdırma nəticəsində görür ki, bunun valideynləri İngiltərənin ən imkanlı və əsilzadə bir ailəsinə məxsusdur. Və bunun doğma bacı qardaşları həqiqətdə çox imkanlıdır. Əvvəlcə məyus olur, ancaq sonradan Robert Frank bunu təhlil edir və öz əsərində də qeyd edir. Deyir ki, mən düşündüm və bu qərara gəldim ki, əgər mən övladlığa verilməsəydim və bu ailədə dünyaya gəlib burada da yaşasaydım, indiki uğurun heç birini mən əldə etməyəcəkdim. Ona görə ki, mən əgər bilsəm ki, yeniyetməlik yaşına çatanda hesabımda bir neçə milyon dollar məni gözləyir, mən öz iradəmi işə salıb, öz sevimli karyeramı seçməyəcəkdim və bu karyeramda heç bir uğura nail olmayacaqdım.